ta düşmeni. Bizlerlerin ışığına milyonlar şeref. Dünya senin, dünya benim, dünya hiç kimin. Oy. Dünya senin, dünya benim, dünya hiç kimin. Bu yefkelle pazarıma demeli dünya. Ya bir gün yahışıma heveli dünya. Heveliler çeker heveli dünya. Dünya senin, dünya benim, dünya hiç kimin. Dünya senin, dünya benim, dünya hiç kimin. Hal-hazırda Açıq Səma altında Arxeoloji Etnografik Muzey kompleksindəyik. Bu muzeyimiz 2008 yılında Heydər Əliyev Fondu tərəfindən kəndin tarixi hissəsində yaradılıb. Sayısı 1,5 hektar. Bu istiqamətdə irəliləyir. Siz ilerleyin, ben yanınıza geleceğim. Çekim yapmak için. İlk eksponatlarımız qayaüstü rəsmlərdir. Ümumiyyətlə Azərbaycanda aşkarlanmış ən qədim qayaüstü rəsmlər Qobustanda yerləşir. Qobustan qayaları daş dövrünə aid edilir. Bizim muzeyimizdə gördüyünüz qayaüstü rəsmlər isə Tunç dövrünə aiddir. Yəni 5000 il bundan öncəyə aid edilir. Bu dövrdə artıq metal kəşf olunduğu üçün təsvirlər daha aydın və dəqiq Evet, görünür. Qobustan'daki o şeyleri gördüktü. Qobustanda Gezdik. da daha eski Oradaki dayanı şeyleri var gördük. tarihi. Burada isə çömləkçi bağçası adlandırdığımız bir bağça var. Köyün toprağında gil olduğu için burada çömləkçilik ile insanlar məşğul olmuşlar. Bu fıstıq ağacıdır, yaşı 300 ildən artıq hesablanır. Hələ də canlıdır, yəni bəhrə verməyə davam edir. Bura çömləkçinin emalatxanasıdır, iş odasıdır belə deyək. Burada bizim yerli gilimiz də var. Eğer baxmaq istəyirsinizsə daxil ola bilər. Zamanımız biraz dardı. Genel bir şeyden bakalım. Burada isə Evet. 2 otaqlı yaşayış evi də 17-ci əsrə aid edilir yaşayış evi də. Günümüzə qədər sadəcə özülü gəlib çatıb 2008 yılında yenidən bərpa edilib. Bu otaqlara biz gəzdirək. Burası tam bizim eski evlerimizin şekli. Aha, qapılarımız Oo. alçaq olub, bu istiliyi qoruyub saxlamaq məqsədi ilə. Həm də daxil olarkən əyilib keçiblər, bu evə və onun sakinlərinə hörmət əlamətini bildirir. İstilik sistemimizdə kürsü adlanır. Döşəmədə belə bir boşluq olub. İçərisinə isti kömürlər yığılıb. He, Işıq oraya basılıb və sıcaklık yorğanın verilsin. Bəli, ayaqlarını yorğanın altına sərib belə isiniblər. Şu anda bile sıcaktır yani içerisi. Divarlarımız qalın olduğu Evet. için evler kışın isti, yazınsa sərin olur. Halı çok iyi. Bura mətbəx, mutfaq hissəsidir evin. Təndir, yemək bişirmək, çörək hazırlamaq üçün. Mətbəxin küncündə kiçik otağımız var. Bu suaxan adlanır. Hamam kimi, banyo kimi kullanılır. O alan değil mi? Bəli, bəli. Suyu burada qızdırıblar. Çirkli su isə kanalizasiya sistemi vasitəsilə evdən xaric edilir. Xana adlanır bu dəzgahımız. Xalça toxumaq üçün istifadə olunur. Qala kəndində qoyunçuluq olduğu üçün burada xalçılıq toxuyublar. Çünki yun, yəni xam mal yerlicə tapmaq mümkün olur. Devam edək digər Buyurun. hissələrimizdə baxaq. Bu nehrə Tik bəli getirdi yayıq böyle. adlanır. Təbii kərə yağı hazırlayırlar. Qatırdan yoğurmaq. Bunları bilirim. Hə, nə gözəl. Davam edək inşallah. Digər tərəflərə baxaq. Evlərin özülləri bu. Ümumiyyətlə kənddə evlər bir-birinə yaxın məsafədə inşa edilir. Əsasən 2 otaqlı olub evlər. Buradan da gördüyünüz kimi divarlar qalın olub. 80 sm ilə 100 sm arası. Nəyə görə burada evlərin özü yox, sadəcə özülləri qalıb. Çünki Qala kəndində duzlu göl var. İnsanlar buradan duz çıxarıblar və duz satışı qalaların əsas gəliri olub. Lakin 19-cu əsrin sonunda artıq neft, petrol çıxarmağa başlayıblar və neftin qalıqlarını gölə axıdıblar.
Nəticədə göl çirkləndirilib və su çıxarılması, duz çıxarılması dayandırılıb. İnsanlar buradan köçüblər, köçərkən də daşları özlərindən aparıblar ki, getdikləri yerdə ev inşa edə bilsinlər. Bu Kəhri su quyusudur, içməli suyu qonşu kənddən, Xaşaxuna adlanan kənddən bura çəkiblər. Xaşaxuna kəndi Qala kəndinə nisbətən yüksəklikdə yerləşdiyi üçün içməli sular gil borular vasitəsilə gəlib bu quyulara doldurulur. 17 ədəd olub quyuların sayı və hər quyu arasında məsafə 50 metr olur. Şöyle bir kuyumuz var. Burası isə arxeoloji qaleriya adlanır. Qazıntılar zamanı aşkarlanmış eksponatlar burada öz əksini tapır. Böyük əksəriyyəti gil qablardır. Yəni Qala kəndində çömləkçilik, duluzçuluq inkişaf edir. Ona görə də burada gil qablar var. Daş bütdü. İnsanlar müxtəlif daşları, ağacları, günəşi, ayı müqəddəs hesab ediblər. Günəşin çıxması, yağışın yağması üçün rituallar yerinə yetirib bu bütlərə qurbanlar kəsirlər. Yenə də qayıqsı təsvirlərimizdir. Burada isə çarpaz qollu insan təsvirləridir. Ehtimal olunur ki, ritual səhnəli fraqmentlərdir. Qadın və kişi təsvirləridir. Tunc dövrünə aid edilir yenə. Yenə müxtəlif formada saxsı qablar da yanaşı çaxmaq daşları, qadınların istifadə etdiyi bəzək əşyaları, nizə qalıqları və xanlıqlar dövrünə aid etdiyimiz pul vahidləri var. Təkrarlanır eksponatlarımız, qayıqsı rəsmlər və saxsı qablar. İnşallah ki çok sürətli Ha yok, hızlı yapın zaten. Teşekkür ediyoruz. Yetişmemiz gereken bir yer daha var. Burada bizim dolmen adlandırılan abidəmiz var. Qeyd edim ki, abidənin imitasiyasıdır. Orijinalı şualarda aşkarlanır. Burada imitasiyası qurulur. Dolmenlər təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsində mövcuddur. Ona görə dolmen haqqında fikir müxtəlifliyi var. Bir qrup alim düşünür ki, dolmen yaşayış evi kimi istifadə olunur. Bir qrup alim düşünür ki, bu dini məbəddir. Bir qrup alim isə düşünür ki, bu məzardır. Yəni insanlar qəbir kimi istifadə ediblər. Adı ne bunun? Dolmen. Dolmin. Hərfin mənası daşması deməkdir. Görünüşcə daşmasanı xatırlatdığı üçün dolmen belə adlandırılır. Megalit tipli tikintilərə qrupuna aid edilir. İçeri şehirde de böyle bir şey var mı yoksa? Yox, içəri şəhər. Bu içeri şehir diye yazdı. Qalanın Qala şeyini, merkezini. Bəli, ora daxildir ona görə. Burası toy evidir, giriş digər tərəfdəndir. İndi ora daxil olacağıq. Burada isə müvəqqəti evdir, torpaq ev. Çobanların istifadə etdiyi ev olur. Torpaq səviyyəsindən aşağı yerləşir. Dam örtüsü gil və samanın qarşığından istifadə edilərək inşa edilir. Yay aylarında istifadə etdikləri üçün, yəni qapıya belə ehtiyac olmuyor. Evet. Sürünü yaylağa apararkən gündən qorunmaq üçün belə müvəqqəti evlərdə. Hem güneşten hem soğuktan korur. Burada isə misdən olan əşyalarımızdır. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlinə aid edilir. Evləri isitmək üçün kürsüyə qoyulan manqallardır. Zınqırovlardır heyvanların boynundan asmaq üçün. Bu sərpuş adlanır. Boşqaba çəkilən yeməyin üzərinə qoyulur ki, yemək soymasın. Samavar isə, yəni biz çaysevər xalqıq daha çox samavar çayı, yəni hər bir evdə mövcuddur Azərbaycanda demək olar ki. Bu istiqamətdə isə toy evimiz var. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlinə aid edilir toy evi. Bakı kəndlərində toylar fərqli keçirilir. Gəlinin toyu ayrı, bəyin toyu isə ayrı keçirilir. Gəlinin toyunda bütün qonaqlar sırf xanımlardan ibarət olur. Bəyin toyunda isə əksinə. Elə bu ekrandakı filmdən... Tam da olmasın, bu olsun. Bəli, bəli. Filminin Orada, şeyi çıkıyor, evet. Toy səhnələridir. Üzeyir Hacıbəylinin eyni adlı əsər əsasında çəkilib film. Şimdi gel de oynama yani şimdi. Çok güzel ama. Gələn misafirlər yerdə əyləşiblər, tək-tək qalxıb rəqs ediblər. Gəlin isə qırmızı Gelini geyimli. oraya koyuyorsun Bəli, zaten gəlin gelin orada, evet. mərkəzli, bəli, qırmızı geyimli olur.
belə adətlərimiz də var. İndi xonça gətirilir, keçmişdə belə boğçalar olur parçalardan və sandıqlarda gəlmə hədiyyə və cevizlər gətirilir. Yaşayış evidir, yəni varlı təbəqəyə aid olduğu üçün artıq tacir ev adlandırmışıq. Ev 1810-cu ilə aid edilir. Birinci mərtəbədə tavan alçaqdır. Bəzən buradan ya saxlanıcı yeri kimi istifadə ediblər, əşyalarını, ərzaqlarını saxlayırlar. Bəzən də heyvan saxlayırlar birinci mərtəbədə ki, onların nəfəsi ilə ikinci mərtəbəni isidə bilsinlər deyə. İkinci mərtəbədə ev 2 otaqlıdır. Mətbəx evdən kənarda yerləşib, bura mətbəximizdir. İlk öncə istəyirsiniz mətbəxə baxaq, daha sonra. Bayaqki mətbəxlə eynidir. Sadəcə biraz geniş otaqdır burada. Yenə təndirimiz var, çörək bişirmək, yemək hazırlamaq üçün. Bacalarımız var təndirin üzərində tüstünün xaric olunması üçün və mətbəxin küncündə suaxan adlandırılan hamam otağı var. Burada yemək hazırlayırlar, burada əyləşib yeyirdilər. Mis və saxsı əşyalar istifadə. Yuxarı mərtəbədə isə Oraya hiç çıkmayalım istersen. Yani normal 2 katlı şeyimiz. bayaqki ev kimidir, mərkəzdə köy. Etnografik muzey olduğu üçün muzey ərazisində heyvanlar da saxlanılır. Bu heyvanlar qalanın etnografiyasında olur. Dəvələr, keçilər, atlar, qoyunlar, qala cins qoyunları saxlanılır. Kənd karvan yolu üzərində yerləşdik. Burada Ya ticarət- bunlar canlı keçilerimiz. Nasılsınız? Bunlara merakla bakıyor şimdi. Ticarət əlaqələri olduğu üçün burada dəvələr saxlanılır. Yəni dəvə nəqliyyat vasitəsi kimi istifadə olunur. Qala kəndində ətindən istifadə edilir, sadəcə yunundan istifadə edilir. Amma bizim coğraf adlandırdığımız belə bir bölgəmiz var ki, orada dəvə əti istifadə edilir. Dəvə ətindən bu tab hazırlanılır. 2 hürgəcli dəvələrimizdir. 2 hörgüçlü. Evet. Evet, şunu şöyle çıkacağım ben şimdi. Burada isə dəvə qala cins qoyunlarıdır. Ətlik südlük qoyun cinsidir. Qoçlar bəzən 120 kiloqrama yaxın ət verə bilir. Diqqət etsəniz görərsiniz ki, quyruqları sallaq olur. Bəzən olur ki, heyvanın quyruğu 15-20 kiloqrama yaxın çəkisi olur. Heyvan hərəkət edə bilmir. Ona görə də xüsusi 2 təkərli araba düzəldirlər. Quyruğunu sallar o arabanın içinə ki, heyvan hərəkətdən Evet. qalmasın diye. Bak bu tap yapmak için özellikle develerin olduğu yere geldik. Buradan şimdi canlı deve etinden alıp putap yapacağız. Dermişim. Oh. Çok güzel. Torpaqlara ziyarətlər başlanıldı. Məkkəyə, Mədinəyə, Kərbalaya. Kim ki vəsiyyət edirdi ki, onu öldükdən sonra həmin torpaqlarda dəfn eləsinlər, həmin şəxs öldükdən sonra Sərdabələrdə dəfn olunurdu. Bir ildən sonra artıq sadəcə sümükləri qalırdı. Sümükləri xüsusi qutulara yığıb karvanlar vasitəsilə müqəddəs torpaqlara göndərirdilər. Yəni bu xidmət də müəyyən bir pul tələb etdiyi üçün bu xidmətdən xüsusi imkanlı şəxslər istifadə edə bilərdi. Yəni hər şəxsi Sərdabədə dəfn eləmirdi. Koymurdular. Hı hı. Bu isə Zilə qədim yaşayış məskəninin imitasiyasıdır. Orijinal Zilə kəndində yerləşir, burada imitasiyası qurulub. Demək, dairə ətrafında yaşayış evləri olub. Burada gördüyünüz hər bir daş bir evi əvəz edir. Evlərin qapısı mərkəzə doğru açılıb. Mərkəzdə isə ocaq izləri mövcud olub. Bura Zərdüştlərin yaşayış məskənidir. Azərbaycanda İslama qədər yayılmış ən qədim din Zərdüştlük dinidir. Zərdüştlərin inancına görə 4 ünsür müqəddəsdir. Bunlar od, su, hava və torpaq adlanır. Biz də İslam ölkəsi olmağımıza baxmayaraq hələ də Novruz bayramı qeyd edirik. Novruz da bizə Zərdüştlükdən qalma miras kimidir. Novruza qədər 4 çərşənbəmiz olur. Ama ben ona katılmıram. Nevruz eski Türk bayramıdır. En eski Ergenekon destanıyla bağlanan bir Türk adetidir. Hani Yani siz onu bunu Zerdüştlükten Zerdüştler de almış olabilir.
Ha, biz de Zerdüştlerden belki bazı figürler almış olabiliriz. Ben tarih öğretmeniyim. Çünkü Ergenekon destanında biz demir dövdük, ateş yaktık. Ateş oradan o şeyi genişletmek için kullanılmıştı. Dolayısıyla Nevruz Bayramı o günden beri kullandığımız bayramdır. Yaklaşık Ümumiyyətlə 5000. hər gələn bir din yeni dini qəbul eləmir. Onun bəzi adətlərini özününkiləşdirir. Özünük sayır, O doğru. ki zərdüştlük də elə bu tərəfdən, yəni bu Olabilir. adətləri Olur. özününkiləşdirir. Amma yəni Novruz UNESCO-ya daxil olmuş bir bayramdır. Yəni bütün Türk dünyası yüksək səviyyədə. İstəyir kullansın da yani bayramda da. Yeni gün bayramıdır, yeni yıl bayramıdır. Yani Zerdüşt'te kullansın, Hristiyan'da kullansın. Bak yılbaşına geliyoruz. Yılbaşı aslında Türkler bunu Nardugan diye kullanmışlar. Şimdi tam o günlere geliyoruz. Ve orada bir Ayaz atamız var. Ayaz ata tıpkı şu anda onlar bizden Noel olarak Noel, almışlar. aha. Noel Baba hediye dağıtıyor. Oysa Ayaz ata işte oradaki o bölgedeki fakir insanlara ya da ihtiyaç duydukları şeylere arabasıyla malzeme götüren insan. Bu da Türklerin tarihinde var. Düzdür. Burada isə Kurqan adlandırdığımız qəbir abidəmiz mövcuddur. Türkan kəndindən olduğu kimi bura daşınılıb. Yəni orijinalı Türkandan aşkarlanıb. Tunc dövrünə aid edilir, eradan əvvəl 3-cü, 2-ci minillik. Kurqan ümumiyyətlə üzərində təpəcik olan bir qəbirdir. 1 metrdən 70 metrə qədər o təpəciyin hündürlüyü ola bilər. Burada isə daş büt ucaldılıb. Dəfn olunan şəxs və büt baş istiqamətdən şərqə doğru, baş tərəfdən şərqə doğru istiqamətləndirilib. Çünki qədim dini inanclara görə şərq dünyanın başlanğıcı, qərb isə sonunu bildirib. Bu günəşin doğub batması ilə əlaqələndirilib. Və insanlar düşünürlər ki, ölüm son deyil, yeni bir həyatın başlanğıcıdır. Ona görə də insanlar burada əşyalarla birlikdə dəfn olunurdular. Elə tarixi öyrənməyə də bu əşyaların qazıntıları da, yəni köməkliyi deyib ki, insanlar bu əşyalar sayəsində, yəni alimlərimiz bu əşyalar sayəsində tariximizi öyrənə biliblər. Burada isə sənduqa tipli qəbirlərimizdir. Qeyd edim ki, qoruq ərazisindən bura gətirilib, yəni altında məzar yoxdur. Sənduqələr qəbrüstü abidədir. Sənduqələrin üzərində oyuqlar var. Bəzisində oyuq dərin, bəzisində isə dayazdır. Əgər oyuq dərindirsə bu qadına aid məzardır. Əgər dayazdırsa bu kişiyə aid məzardır. Mesela şu oyuk, Bəli, bəli, bu oyuqlar. bu şimdi kadın değil mi? Dərin olduğu üçün bəli, qadındır. Çünki İslam adətinə görə qadın kişinin üstündən daha dərin dəfn olunur. Burada yəni iki versiya mövcuddur. Bir qrup alimlər düşünürlər ki, qadın bədəni mikrob yaymağa meyilli olduğu üçün ona görə daha dərin dəfn edilir. Digər qrup alim isə düşünür ki, bu bizim axirət gününə, qiyamət gününə inancımızla əlaqədardır. Çünki hamı o dini inancımıza görə hamı məzarından qalxacaq. Qadınlar sinəyə qədər torpaqda, qəbrin içində görünməlidir. Kişilər isə bel qismına qədər, yəni qurşağa qədər görünməlidir. Yağış yağarkən də bu oyuqlar su ilə doldur. Heyvanlar, quşlar bu sudan içərkən bu ölənin ruhuna ehsan kimi xarakterizə edilir. Burada isə bizim dəmirçi emalxanamız var. Kənd karvan yolu üzərində yerləşdiyi üçün atdım başı belə emalxanalara rast gəlinir. Əsasən nal hazırlayıblar. Nalla yanaşı dəmirdən olan müxtəlif əmək alətləri. Çəkic, balta, qılınc, digər alətlər də burada hazır olunur. At, araba Sobanın vesaire. ətrafında bəli, körükdür. Körüyü hərəkət etdirməklə o sobanı alovlandırırdılar. Bu isə zindan adlanır. Zindanın üzərində çəkiclə döyüb forma verirdilər. Heh, zindan evet. O hala var. Biz işte Nevruz şeyini oradan kullanıyoruz. O zindanın üstünde Zindanın çekiç üzerinde. dövüyoruz. Yani sizden ricam yine gelen konuklarınıza Nevruz'la ilgili geldiği zaman eski Türk bayramı olduğunu da özellikle de belirtin. Baş üstə vurğulayarıq mütləq. Onu da vurgulayın. Kim ne ter inanır inansın. Baş üstə vurğulayarıq. Burada isə mənim belə deyim də muzey arasında ən sevdiyim eksponatlarımızdan biridir. Bu meydança xırman adlanır. Buğdanı samandan ayırmaq üçün istifadə edilir. Xırmanlar adətən küləkli yerlərdə hazırlanılırdı. Taxıllar biçildikdən sonra gətirilib bura xırmana sərilirdi. Burada mərkəzə qaçma prinsipindən istifadə edilib. Xırman belə maili formadadır.
Üzərində taxtalar görürsüz. Bunlar vəl adlanır. Vəllərin altına çay daşları bərkidir. Vəli bağlayırdılar ata, atı isə bağlayırdılar mərkəzdəki dirəyə. Heyvan dövr etdikcə çay daşları buğdanın samanından ayırırdı. Ayrılmış buğdalar mərkəzdə olurdu. Daha sonra yaba vasitəsilə samanı havaya atırdılar ki, külək samanı sovurub aparırdılar. Bəzən vəllərə ağırlıq vermək üçün kiçik uşaqları vəlin üzərinə çıxardırdılar. Bu həm uşaqlar üçün belə deyim əyləncə xarakteri daşıyırdı, həm də yəni uşaqlar valideynlərin gözü önündə. mən də oraya minmişəm. Hə? Ben özüm de o hırmanın içerisinde onlara biz gem deyirdik. Böyle hırmanda evet gemin üzerine oturduk. Bizde öküz araba şeyleri vardı. Öküzler çekerdi. Onun üstünde dönmek çok hoşumuza giderdi. Evet. Harman yeri burası. Texnologiyadır, bəli. Burada yenə qayaüstü təsvirlərimizdir. Əsasən də dediyim kimi qayaüstü təsvirlərin üzərində insan təsviri, heyvan təsviri, günəş təsviri və ov səhnələri mövcuddur. Hətta alimlər düşünürlər ki, ov səhnələrini qayaların üzərində, yəni ovdan öncə ova vərdiş etmək üçün çəkiblər. Bu uzaq məsafədən həmin bu hədəfləri tuttururdular. Əgər hədəfə düzgün düşürdülərsə, bu deməkdir ki, artıq ova çıxmaq olar. Qarşıda isə qavaldaş adlandırdığımız ilk musiqi alətimizdir. Təbii musiqi alətidir, belə deyim. Sadəcə burada imitasiya... Qobustanda da gösterdiler bize onu. Evet. İçində təbii boşluq olduğu üçün kiçik daşlarla toxunduqda müxtəlif tonları ifa etmək mümkün olur. Evet. En ilkel müzik aletimiz bu. Bəli, bəli. Bir ses alalım şimdi. İsterseniz. Bəli, buyurun. Farklı yerlerine vurduğunuzda farklı sesler Bəli, bəli. çıkıyor. Dolayısıyla içinde boşluk olduğu için evet teşekkür ediyoruz. Buyurun. Çok sağ olun. Buyurun. Bu bölgenin ismi neydi? Açıq səm altında arxeoloji etnografik muzey kompleksi. Bu muzeyin adı. İsminizi de alayım bu arada. Siz demin demiştiniz gerçi ama ben Adım çekmedim. Mina. Mina Hanım. Bəli. Evet, Açık Hava Müzesi'nde Mina Hanım bize destek oldu. Kendisine teşekkür oldu. ediyoruz. Sağ Xoş olun. oldum.